1998-ci ildə ümummilli liderimiz Heydər Əliyev Naxçıvanlı gənclərin hərbi təhsilə olan marağını nəzərə alaraq Cəmşid Naxçıvan Qadına Hərbi Liseyin Naxçıvan filialının açılması haqqında müvafiq sərəncam vermişdir. O vaxtdan 2004-cü ilə qədər çox uğurlu bir yol keçmişdir. 2004-cü il 27 fevral tarixində Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev müstəqil Heydər Əliyev adına Hərbi Liseyin yaranması haqqında sərəncam imzalamışdır və Cəmşid Naxçıvan Hərbi Liseyin Naxçıvan filialının bazası əsasında müstəqil Hərbi Lisey yaranmışdır. 2016-cı il aprel döyüşlərində və 2020-ci il Vətən müharibəsində, 2023-cü il antiterror tədbirlərində liseyimizin məzunları böyük şücaətlər göstərmiş. 96 nəfər məzunumuz vətənimizin müdafiəsi yolunda şəhidlik zirvəsinə ucalmışdır. Fəxr edirəm ki, Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıram. Burada təhsil aldığımız müddətdə bizə müəyyən elm bacarıqları öyrədilir. Bizi hər bir praktiki vərdişlər öyrədilir. Gələcəkdəki hədəfimdə Heydər Əliyev adına Hərbi İnstitutda Hərbi Hava Qüvvələrinin kursantı olaraq xidmətimi davam etdirmək istəyirəm. Bir ordunun gücü onun silahında, sursatında, texnikasında deyil. Ordunun gücü həmin silahdan, sursatdan peşəkarcasına istifadə etməyi bacara bilən zabitlərdir. Bizim liseyin kursantları riyaziyyat olimpiyadalarında iştirak edərək qızıl medala, gümüş medala layiq görülmüşdülər. Hətta bizim burada olan kursantlarımız var ki, onlar müəyyən riyaziyyat oyunlarının, viktorinalarının qalibləri olmuşdur.